Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsanlar. 2023-cü il martın 16-sına keçən gecə Maşlar qəsəbəsində yerləşən fərdi evin qarşısında 1993-cü il təvəllüdlü Əli Seyidlinin öldürülməsi haqda 42-ci polis bölməsindən Sabunçu rayon prokurorluğuna məlumat verilib. Araşdırma zamanı məlum olub ki, ağır yaralanan şəxs Sabunçu tibb mərkəzinə çatdırılıb və orada kəskin qan itirmədən ölüb. Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində ayın 19-da şübhəli şəxs qismində mərhumun arvadı Əzizə Seyidova və daha 3 nəfər saxlanılıb. 16 mart 2023-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Maşlar qəsəbəsi Şənlibey küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında baş verib. Darvazadan 15 metr solda qan ləkələri, torbanın içində 2 ədəd tibbi maska, 1 ədəd qara rəngli ayaqqabı, oradan təxminən 100 metr məsafədə yolun qurtaracağında xırda ölçülü qan izləri, ayaqqabının digər tayı mərhum Əli Seyidlinin yaşadığı evin heyətində aşkar edilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1993-cü il təvəllüdlü Əli Seyidlinin bədən səthində 23 ədəd bıçaq yarası aşkar edilir. Ölümünə ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. Martın 19-da şübhəli şəxs qismində Tovuz rayon sakini 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, Quba rayon sakini 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev, Qazax rayon sakini 1988-ci il təvəllüdlü Elvin Əliyev və mərhumun arvadı Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Əzizə Seyidova saxlanılıblar. Mehdi Məmmədov Sumqayıt Hərbi Məhkəməsinin 2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 334.1-ci fərarili maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2015-ci ildə Nijnevartos şəhər məhkəməsinin hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci narkotik vasitələrin qanunsuz istehsalı, satışı və ya ötürülməsi maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2021-ci ildə Azərbaycana deportasiya edilib. İstintaqla müəyyən edilib ki, Əzizə Seyidova əri Əli Seyidli ona xəyanət etdiyindən sonuncunu qisas niyyəti ilə öldürmək qərarına gəlib. 2022-ci ilin sentyabr ayında onu zəhərləmək üçün sıçan dərmanı alıb yataq otağındakı şkafda saxlasa da, sonradan bu üsulla onu öldürmək istəməyib. Oktyabr ayında xalası Leyla Əliyeva ilə əvvəllər qeyri-rəsmi yaşamış, taksi fəaliyyəti ilə məşğul olan Mehdi Məmmədova ərinin daim onu alçaldıb, pis davranması barədə danışıb, həmin şəxsə onun qətlini sifariş verib. Noyabrın 15-də yaşadığı ünvanın yaxınlığında Mehdi Məmmədovla görüşən Əzizə Seyidova ona evi və ərazini göstərib. 2023-cü il martın 15-də Instagram şəbəkəsində həmin şəxsə ərinin evə dəqiq neçədə gəlməsi barədə mesaj yazıb. Sonra hər ikisi telefonlardan ismarıcı siliblər. Təxminən saat 23:45-də Mehdi Məmmədov tanışları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev ilə birlikdə Maşlar qəsəbəsinə gəlib puskuda dayanıblar. Əli Seyidli gəldikdən sonra hücum edib üzərindəki bıçaqlarla onun başına, üzünə, sinəsinə və digər nahiyələrinə çoxsaylı zərbələr endiriblər. Xəstəxanaya çatdırılan şəxs aldığı xəsarətlərdən ölüb. Bununla da Əzizə Seyidova xüsusilə ağır cinayətin törədilməsində təşkilatçı qismində iştirak edib. Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev isə xüsusi amansızlıqla zərər çəkmişi qəsdən həyatdan məhrum ediblər. Hadisə necə baş verib? Hadisə yerindən necə, kimlə, nə zaman gəlmişsiniz, hadisəni necə törətmişsiniz, izah edin. Gəldiniz bura 3 nəfər. Hardan gəldiniz? Hansı istiqamətdən gəldiniz? Orada küçə var, o küçədən gəldiniz. O küçədən gəldiniz bura 3 nəfər. Sonra nə gəldiniz? Bura 2 nəfər orada gizləndi, bıçağın oldu. Kimlər gizləndi? Mart ayının 15-i axşam gecə iradələrində oradan gəldik. Gecə qaranlıqda gəldik və neçə nəfər idi? 3 nəfər. Onun rəhmətli ona yaxınlaşanda biz buradan tərəfləndik. Biz buradan tərəflənəndə biri görüb qaçmaq istəyəndə belə
ayağı ilişib buradan yıxıldı yerə. Mehdi harda dayanmışdı? Mehdi burada durmuşdu, divar tərəfə, özü divar tərəfə. Uşaqları yəni kimi gördün? Bəxtiyarla Elvini. Harda idilər Bəxtiyarla Elvin həmin vaxtı? O kəlləyin arxasında gizlənmişdilər. Onlar oturaq vəziyyətdə idilər. Əli qaçmaq istədi. Döndü hansı tərəfə qaçdı? Onda biz çıxdıq oradan. Biz oradan çıxanda bizi gördü, qaçdı. Biz görüb qaçmaq istəyəndə ayağı ilişdi, buradan yıxıldı yerə. Eyni anda cumdunuz yoxsa birinci hansı cumdu? Kim cumdu birinci? Ayağı burada daşa ilişdi. Ya bu da söylemişti ya bilmiyorum. Hansıması bak bura gitmişti. Küreyindən vurdum sana, sonra bərazdan. Necə vurdun? Necə dayanmışdın? O uzanmışdı yerdə, mən də uzanmışdı o yerdə. Mən solundaydı, Elvin sağında. Mən də yaxınlaşdım, küreyindən vurdum belə. Qaçdı buradan. Onların hər ikisində bıçaq var idi. Bəli. Hansı istiqamətdə qaçdın? Bu istiqamətlə qaçdı, getdik. Sən nə ilə vurdun? Çağın küzünü. Sağın qulp səsi ilə yəni. Biraz da geçti o tarafa. Orada bir de yıkıldı. Bir de yıkıldı, köpek çağırdı. Sağla vurub xəsarət yetirəndən sonra nə etdi? O yana başladı. Geldiğimiz Qaçdı. yer. Geldiğimiz yer. Sağ zərbələrini vurandan sonra hansı istiqamətdə getdiniz? Qaçarkən arxaya çönüb baxdın. Sonra ben uşaqlar qabaqda qaçırdı. Ben dayandım burada, biraz nəfəsimi aldım. Əli Seydlini vurduğun bıçaq idi də o. Yani o səmtə attım bıçağı. Hansı istiqamətdə atdın? Bu bəli Bir dəqiqə. Üzü gölə doğru atmısan. Elə? Yüzü qamışlığa böyle. Zərblə atdın bıçağa yoxsa zəif? Zəhmə yox, suya düşdü də, yəni suyun səsini eşitdik. Bıçağı atandan sonra hansı istiqamətdə getdiniz? Nəyə doğru gedirdiniz? Maşını. Hansı maşını? Toyota, göy Toyota Prius 77 DR 392 mənim idarəmdə olan Uber şirkətinə ait Taksi kimi. işlətdiyim belə taksi. Hadisəni törətdiniz, sonra nə etdiniz? İzah edin. Sonra da gəldiyimiz kimi də həmin yoldan, yaddaşımızda nə qalmışdısa, həmin yoldan da dala qayıtdıq maşına. Üçünüz birlikdə getdiniz. Əlinizdəki xəsarət nə ilə əlaqədar idi? Ehtiyatsızlıqdan vurmuşdular. Deməli onu bıçaqla vuranda sənin əlinə təsadüfən dəyib onların vurduğu bıçaq zərbələri. Maşını Elvin idarə eləməyə başladı. Evə hara getdiniz? Nərmanova yaşadığımız kirayədə qaldığımız. Sizə Seyidli Əli Yaşaroğlunu öldürməyi kim sifariş vermişdi? Kimin təklifi ilə Əli Seyidlini öldürmüsünüz? Yoldaşı Əzizə Seyidli. Kimin yoldaşı Əzizə Seyidli? Əlin. Əlinin yoldaşı Əzizə Seyidli. Təklif eləmişdi ki, onu öldürək. Məqsəd nə idi? Məqsəd Öldürməkdə. ondan canlı qurtarmaq, zülm verildi ona, o zülmdən canlı qurtarmaq istəyirdi. Necə tanıyırdınız? Yəni necə tanış olmuşdunuz? Nə kimi əlaqəniz var idi? Mən Əzizə Seyidlinin xalası Leyla ilə bir yerdə kəbinli yaşamışıq. Əzizə Seyidova, Əli Seyidlini öldürməyin müqabilində sizə nə vəd etmişdi? Nə təklif etmişdi? Onu öldürənə məndən xahiş eləmişdi ki, kimisə tap ki, özün eləmirsən, kimisə tap ki, bu işi görsün. Əlidən keçən mülkü satıb, yəni mənim indi hal-hazırda pulum yoxdur. Amma sonra gözləyərsə 2 ay, 3 ay, ondan sonra keçən mülkü satıb pul eləyib verəcəm. Əlini öldürəndən sonra mülk onun adına keçəcəkdi. Onu deyirdik. Ondan sonra həmin mülkü satıb kimə verəcəkdi? Öldürmə prosesində kim iştirak edəcəksiniz, hadisəni kim törədəcəksə olar. Yəni Bəxtiyar və Elvinə. Bəxtiyar və Elvinə bu təklifi siz eləmişdiniz. Onlar razılaşmışdılar. Və sizə həmin əmlakdan satacaqdı, həmin puldan satacaqdı. Xeyr, mən o təmənnasız eləmişəm. Əziyyətini görmüşəm, zülm çəkdiyini görmüşəm, oğlan ona başına oynaşdıqlarını görmüşəm. Məndə nifrət yaranıbdı, kin-küdurət yaranıbdı həmin insana qarşı və o kin-küdurətin onu ondan xilas eləməyin xatirinə, yəni heç bir təmənnası olmadan, pul para, yəni ummadan
o təklifini mən də orada iştirak etmişəm. Amma Bəxtiyar və Elvin yanında iştirak edən Bəxtiyar və Elvin isə hansı səbəbdən öldürməyi qəbul eləmişlər? Özləri Bəxtiyarın özü etiraf edir ki, bu dəqiqədə soruşsun, deyəcək ki, mən pula bilirəm. Yəni onlar Elvin də eyni qaydadadır. Yəni Elvin də pula görə öldürüb. bəli, Elvinlə Bəxtiyar. Deməli, zəhmət olmasa konvoy və icra məmurları təşkil edin, deməli, bir tərəfin qohumları, məhkəmə iclas, deməli, şahidlər üçün nəzərdə tutulmuş 120.2.4, 120.2.5-ci maddələri ilə Seyid Əvəzdə Oktay qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsi 32.3, 32.4 və 120.2.1, 120.2.4, 120.2.5-ci maddeləri ilə təqsirləndirilməsinə dair cinayət işində Bakı Cinayətlər Məhkəməsində ifaçələsi, audio, video, yazı aparılmaqla hələlik ki, Bakı məhkəmə iclasında saxlanılır. Biraz ucadan, biraz sündürdən. Yox, biraz ucadan. Seyidov Əzizə Oktay Gizli. Şəkildə hardan olmuşsunuz? YouTube'da və qeyri kanallarda Əzizənin haqqında və bu işin haqqında məlumatlar vermiş və hansı bir məqamda onun şəklini də çəkib vermişlər. Heç üzün də belə bağlam. Hələ hökm çıxmayıb, o təqsirli bilinəcək, hələ bu sonraki işdir. Amma jurnalistlər həddini aşırırlar. Mən çox xahiş edirəm sizdən. Jurnalistlər zəvran çıxarılsın. Video çəkiliş aparılması məhkəmə yerində qərar qəbul edir ki, video çəkiliş aparılmadan, foto, video çəkiliş aparılmadan keçirilsin. 2023-cü ilin oktyabr ayında başlayan məhkəmə araşdırması yarımçıq qalıb. Bir ildən sonra 2024-cü il noyabrın 13-də məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyevin səhhəti anidən pisləşib. Təcili tibbi yardım briqadası çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O infarkt nəticəsində vəfat edib. Bundan sonra cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Qanuna görə hakimlər dəyişdikdə məhkəmə araşdırması yenidən başlamalıdır. Bu səbəbdən 2025-ci ilin aprel ayında proses yenidən başlayıb. Mehdi Məmurov, Nifrət Siyahları, Cinayət Analitikası Məhkəməsi sonuncuya dostları Fərzəli Bəxtiyar Davutoğlu və Əli Üzüm Rəşanoğlu ilə birlikdə həmin öldürəcəkləri təklif edib, ona qalacaq əməkdən onlara da pay verəcəyinə dair vəd verib, Əli Seyidinin qəsd öldürülməsini sifariş vermiş. Məmmədov Mehdi Mehmanoğlu elan edilmiş qanun mahiyyəti aydındır, özü təhsili bilirsiniz. Özünüz təhsili bilirsiniz, yoxsa yox? O elan edilmişlər özünü təqsirliyəm, təqsirin olmağı o ittiham haqqında xeyir. Qismən təhsili bilirsiniz, nə və ya başa düşdük? Özümdə fikrim olmayıb, sadəcə afet vəziyyətində olmuşam. Yəni mənim üstümə hücum edib, məni bıçaqla vurubdur. Yəni bu bir dənə içimizdə belə deyək, Bəxtiyar biraz anlayışlı oldu, bizi oradan tez çəkdi. Əzizə Seyidova iddiam üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, əmisi nəvəsi Əli Seyidlini ilk dəfə 2014-cü ildə qardaşı Anarın toyunda görüb. Onunla 3 il sevgili kimi görüşüb danışıblar. 2015-ci ilin noyabr ayında Əli özünə məxsus avtomobildə onu zorlayıb. Bundan sonra da bir neçə dəfə onunla cinsi əlaqədə olub. Ayrılmaq istəsə də Əli ondan əl çəkməyib. 2017-ci ildə nişanlanıblar. 2020-ci ildə ailələrinin razılığı ilə evləniblər. Ailə qurandan bir müddət sonra yoldaşının ona xəyanət etməsini bilib. Əli video görüntülü zəng edib, ona başqa qadınlarla intim münasibətdə olmasını nümayiş etdirib. Sabunçu rayon məhkəməsinə boşanmaqla bağlı müraciət edib. Lakin ailələrinin araya qarışması səbəbindən ərizəsini geri götürüb. Xalası ilə qeyri-rəsmi yaşamış Mehdi Məmmədova Əlinin ölümünün sifariş verməyib. Digər təqsirləndirilən şəxsləri tanımır. Onların mülkiyyətində hər hansı əmlak olmayıb. İttihamda Əlinin ölümünün qarşılığında cinayəti icra edənlərə ev vəd etdiyi qeyd olunub. Lakin bu ağlabatan deyil. Mərhumun mülkiyyətində əmlak olmayıbsa, həmin şəxslərə necə pay vəd edə bilərdi? Hadisə günü qaynanası ilə evdə olub, qışqırıq səsləri eşidib çölə çıxanda yoldaşının bıçaqlandığını görüb. Getmişim, başımın meyti idarə elədiyini üstüdən sürücü meyti olduğunu, meyti edinmişəm, meyti har edildi. Yolda mənə meyti deyir ki, bəs gelirəm, bir nəfər şəxslə mənim aramda problem olsun, mənə söylüsün. Dedim, məhkumun atası deyir ki, mən gələn kimi zalda görsədik, deyib, bu oğlan deyib, ora koruma getmiş. Xeyr, mən o söz deməmişim, orada kamera var. Rəhmətli Siyavuş Hacıyevin vaxtında, sədrliyi ilə vaxtı,
Mən ifadə verəndə orada mən demişəm ki, meyti, biz ona meyti Waze-lə aparır, Waze. Sonra onu tanımır, proqram var, özü Uber-də işləyib, taksi var, onunla aparır. Mən o sözü deməmişəm ki, ora konum atır, heç mən əzələni tanımır, heç kimi tanımır, nə də o ölən şəxsi tanımır. Maşından düşəndə bu sağ qapının içində işlətdiyi bıçaq var idi. Biraz ucu qırıq idi, yəni yekə bıçaq qoydu, barədə bıçaq var. Mən onu götürdüm, qoydum kutamın cibinə. Getdik, mən onların heç küçəsini də tanımam. Meyti aparıb bizi getdi ora. Meyti bizi burada durun gəlir. Bunların məhəlləsi idi, nəsə səhv eləməmsə. Biz qıraqda durmuşduq Bəxtiyarla. Meyti öz getib tədbirdə söhbət eləmək. Biz söhbət etdik Bəxtiyarla. Bir də orada qışqırıq səs gəldi ki, kömək edin, bu məni öldürür. Meyti oradan qaçırsa gəlir. Samsun rayon prokurorluğu orada şey deyir ki, iddiam haqqında, mən iddiam haqqında razı deyiləm. Orada deyir ki, bunlar sipariş verir. Əgər sipariş verilsəydi, belə bir saçması, mən onu orada əlindən vurmazdım, vurardım ürəyindən. Mən parasından vurardım ki, bu ölsün burada. Mən bizə olay yaradı, mən onu öldürmək niyyətimi olmuyor orada. Dostu söyünsür, mənim ona qatımda rəhmətə gedibdir. Bir dənə də uşağım rəhmət edilir. Orada da söyünsür ki, o mənə təsir edir, toxunur. Özümün də başımda 12 dənə dikiş var, avariyadan çıxmışam, baxa bilərsin. Ağır travma almışam. O söyünsürdə mən onun əlindən vuram ki, söyünsürlü olmaz. Mən səni deyirəm ki, söyünsürsə, mən bununla söhbət edirəm Bəxtiyarla. Bir də Nəylə vurdun? Bəli? Nəylə vurdun? Bıçaqla vurmuşam. Amma yəni 4 dəfə. Ya 3 ya 4 idi, hə, prosto yəni bıçaq tutub, yəni az vurmuşam da, axıra ki bıçağı vurmamışam. Bəli, əməlimə etiraf edirəm. Mən oraya getməyimə də peşmanam, yəni əməlimə də peşmanam. Kaş getməzdim, burada olmazdım. Mən oraya getməsəydim, o mənə söyməzdim, mən də onu vurmazdım. Qalıb da ki, biz işlədiyimiz elə bir yer olur ki, Allah'ın da olsun, ora maşınlar gəlirdi, içində 100-150 min, 200 min pul. Əgər mənim pula ehtiyacım olsaydı, düzdür, kasıb bir olmuşam, pula ehtiyacım olubdu, amma yəni oradan qazanmışam, ailəmi halal pulla saxlamışam evladımı. Bir himayəmdə bir az yaşlı qız evladım var. Mən oradan pulu götürərdim 150 min, 100 mini. Gel 178 oğlumla tutardım. Mən yəni mənə heç kimə sipariş verib, nə də ərzlənib, heç kim tanımır. Nə də meyti bizə demir ki, bizə pul verirlər, yəni nə var, yəni nisiyə birincisi adam öldürmürlər. Mehdi kimləsə əlaqə saxlayırdı və xanımla, Əzzə adda bir xanımla əlaqəsi olurdu mu ki? Çünki Əzzəni hansı maddələrlə itham eləyirlər, siz yazın ki, hamınız bilirsiniz. O kimlənsə danışırdı mı Mehdi? Ki Əzzə buna yol göstərək, filan yerə gəl, filan. Belə bir şey, bax, vicdanı anlıyor. Yox, mən düzgün danış. İfadə verilmə də səmimi danışıyorum. Olan hadisələri danışıyorum, olmayanlara danışıyorum. Mehdi heç kimə danışmırdı. Mehdi bir dənə mənə deyirdi ki, yəni hadisə belə olur, belə olur. Özü üz istəyir, bax, bu barədə şeydə çəkilişlər. Dedi, evdən nə deyirlər onlar? Konum atıblar onlar. Bu özü deyil. Əgər inanmırsınızsa mənə qalxırsın, baxın. Dəqiqlər araşdıracağıq, onları tədqiq edək. Birinci başdan vurublar, yıxılıb yerə. Sonra üçü də eyni vaxt düşüblər bunun üstünə. 20 dənə gəlib şəhərlər. Onu tədqiq eləyəcək burada, elan eləyəcək. Yəni orada sövüşdü, bunlar özü gəliblər onu öldürməyə. Öldürməyə gəliblər. Başqa bir variant olmur. Sənə niyyətin olmalıydı? Öldürmə niyyətin olsaydı onu kürəyindən vurardı, ürəyindən vurardı. Elə kürəyindən vurardı, bıçaq bir şey kəlimdədir. Yəni ona dedim ki, suyunu söylüyor. Mənim anam deyir, atam deyir. Sən elə sözdə söylüyor ki, suyunu söylüyor. Sən mənə psixoloji təsir edir. Gəliniz kimi, əzizlər, siz şahid qismində iştirak edirsiniz. Oğlunuz arasında mübahisələr və s. olurdu. Deyirəm, Yəni, ancaq mübahisələr söhbət getmir. Biraz daha böyük mübahisələr və s. Yox, ancaq bir-birlərini qısqanırdılar, belə şey üstündür. Yoxsa belə heç sərsöv. Əvvəllər də hər hansı bir şəkildə münaqişələr yaşamışdılar və yaxud da ki, hansısa münaqişələrdən söhbət gedir ki, artıq onların boşanma həddinə gəlsin, çatsın. Belə bir şeylər olur. Əli qısqancı üstə istəyiblər neçələr, sonra boşanmayıblar. Neçə dəfə nə istəyiblər? Boşanma, neçə dəfə boşanma. Bəs axırı nə olur? Heç nəli mehri, bunlar boşanmayacaqlar, bunlar o da istəyirlər bir-birini gibi. Gəlinimizə iqdam verilib ki, o, demək, qısa deyirəm ki, yəni sifarişlər qəsdən adamı öldürmədi. İqdamın bir hissəsi bununla əlaqədərdir. O barədə nə fikirləşirsiniz ümumiyyətlə? Gəlinimizdə onunla bağlı iqdam elan olunur. Əvvəli inanmırdık, hamımız inanmırdık ki, ola bilməz belə şey. Nə deyə bilərsiniz ümumiyyətlə? Pör xalasının əridir də, əri deyim, neydim bilmirəm. Onlar əridir də.
Gəlininizin o hansı ki digər təqsirləndirilən şəxslər var əyləşmə. Siz ümumiyyətlə onlardan hansınısa tanıyırsınız? Heç. Gəlininizdən başqa. Heç. Heç birini tanımırsınız. Hər gün zəng vururdum da, yəni hər gün. Yəni bu qeyri-adi bir haqq hesab deyil. Hər gün mən onsuz da biz bütün gün bayıra çıxdıqsa bir-birimiz, yəni evin içində də nə qədər zəng vururduq. Bu yəni görünməyən bir hal deyil. Yəni məhkəmədə verdiyi ifadə ilə arasında təzad oldu. Özünü təqsir edildiniz, yəni Bəxtiyar barəsində, Əzizə Deyilin barəsində ittiham edici ifadə verirsən. O neçənci dövrə çəkilişlər Necə çəkilişi var? Yəni 3 gün birinci öyrətmişlər gələnə qədər maşında. Kimi öyrətmişdir? Gecə nətəri bizdən ifadə almışdılar və qoşuldular gecə. Ondan qabaq ifadələri bizdən almışdılar və heç bir iştirak olmadan vəkillər. Adi məsələ, ha? Həmin şeyə uyğun ifadə verməmizi istəmişdilər orada. Tamam. Yaddaşda da qalmıyor, o qədər dövlü, o qədər presing altında olmuşdur ki, yaddaşda qalmıyor. Çəkilişin təkrar olmağına səbəb nə idi? Bir sözü, bir cümləli ifadə. Səbəb oydu ki, düz demir. O istədikləri kimi demir. Kağızda yazılan kimi gecə ifadə almışlar bizdən, həmin gecə. Orada ifadə alınan kimi demir. Həyat yoldaşını öldürməyə həqiqətən də sənə kim demişdi, olub mu belə bir şey? Ümumiyyətcə. Yoxud da öyrədiblər səni, bax. Biz onu aydınlaşdıraq dəqiq. Ümumiyyətcə, bizim niyyətimiz, yəni elə bir niyyət olmuyor ki, elə əldə olmayaq. Yəni boynumuza zorla qoyurlar ki, elə Əzizə... Deməli, siz demək istəyirsiniz ki, Əzizəni öldürülməsində nə Əzizə sizə deyil, yalnız istintaq orqanı sizi dəqiq edirdi ki, deyil. Başqa yoxdursa? Sən deyirsən ki, mənə məcbur elədilər ki, mən filan sözü deyim. Onun nəticəsində hansı söz demirsən? Çünki birinci verdiyi çəkiş oldu. Meytini qoy kənara. Sən deyirəm ki, məcburiyyət nəticəsində hansı söz demirsən? Dostların dalında gizlənməyi, Meytiyə sipariş verməyi, bizi Meyti gətirməyə bura. Səni kim aparır? Meyti aparmıyor. Meyti aparmıyor. Meyti aparırsan, niyə məcbur eləyir? Dost da deyirsən, Meyti mənə orada demir, girib adam öldürür. O deyir mənə söylüyorsun ki, gedək siz qıraqda durun, mən söhbət edeyim. Meyti bizi o niyyətlə aparır. Yaxşıdan orada niyə sənə bıçaqla vurdun? Mənə söylediğine görə vurdu. Bəxtiyar, zəhmət olmasa deyərdim, eyni suallar sağ. Məhkəmədə verdiyin ifadə ilə hadisə yerində verdiyin ifadə arasında ciddi təzad var. Niyə təzad var? Təzyiq altında verilmişim. Nə təzyiq? Dövülməkdən əlavə başqa yerin, başqa şeylərin şansı. Nəylə təzyiq edirlər? Zorlama ilə təzyiq edirlər. Buradan açıq dolaşdıq. Nə olub, onu açıq demir. Hər şeydə, yəni kişiliklə adamlara da baxı gəlirlər ki, yəni belə bilməsin. Hadisə yerində gedələ qədər siz dövülmüşdünüz. Bütün görünür ki. Hadisə yerinizdə o videoda görünür ki, gözünüzün altında xəsarət var. O nəyin əlamətidir? Bu polislər dövülmüş bölümdə. Evdən bıçaq çıxma məsələsi. O bıçaq bilirlər, alışmayın. O bıçaq? Yoxsa mən kimisə öldürüb, yəni heç kim kimisə öldürüb gizlətdiyə gedib yanından etməz ki, mən bıçaq gizlətmişəm, bunları gəlmiş göstərir. Bıçaq oradan çıxır. Bəli. Bıçağı kim qoyur? Bıçağı mən qoymuşam. Prosta mənə dedilər ki, bıçağın ifadəsini bildirmişdim ki, bu hadisə yerində mən Mehdi aralaşdırdım, Mehdinin əlinə almışdım bıçağı. Ondan sonra yəni qorxdum da polisə gelmədim, bir şey eləmədim. Həmin gündəki Mehdi yaralı idi, gəldik ona evə, Mehdinin də vəziyyəti yaxşı deyildi. Elmin yox idi, Mehdinin kim deyildi. Bana yenə demin bilmədim, sağ tuttum onu. Ondan sonra da ki, özləri mənə deyirlər. Yəni mən heç bilməmişəm ki, məndə bir sağlığa gəlmişəm. Bəs onlar haradan bilib bıçağı yedi? Mən deyirlər ki, həm Mehdi deyir hər şeyi, həm ləzzət budur, hər şeyi bildir. Siz Əzizəni tanıyırdınız və yaxud da Əzizə ilə Mehdi dəfələrlə danışması telefonu. Mən küllahhanəyə gələni görmüşəm. Və ifadələrinizdə ilkin ifadələr. Məcbur edildirlər, hər şeylə şantaj edirlər. Həm tutulğanla, kişiliyinlə, tək bölmək olsa dövmək olsa. Deməli, Əzizənlə görməmişsiniz nədə ki, onu danışdılar. Evəksən küllahhanə gələn günü görmüşəm. Səndə bıçaq olur? Mənim üstümdə bıçaq olur, mən üstümdə bıçaq tutarım. Sonra Meyti'nin maşını. Mehdinin maşındakı bıçağı dora atdığını. Bəxtiyarın verdiyi sualla bağlı idi ki, mən bıçağı Mehdinin əlindən aldım. Mehdiyə sual vermək istəyirəm cəzənizlə, məhkəmə. Mehdi o dediyi doğrudur. Yəni bıçaq sizin bıçaq olub, Mehdinin əlindən alındı bıçaq. Yox, o adamda olan bıçaq. Mənim bıçağım olub. Yəni Seyiddə əlində bıçaq olub. Siz onun əlindən almışsınız, Bəxtiyar da sizin əlinizdən alıb. Belə başa düşün. Yerə çıxmış. Sualım yox.
burada verdikləri ifadələrlə, belə deyək, ifadələri özü bir-birini təsdiq edir. Yəni, Elvin Əliyev bir yandan deyir ki, Mehdi Məmmədov qaçaraq çıxırır ki, məni öldürürlər, məni kömək edin, qaçaraq gəlir. Bu zaman Elvin Əliyev zərər çəkmiş şəxsi görür, deyir, zərər çəkmiş şəxsin əlində telefon var. Bundan sonra deməli onların arasında hansısa bir mübahisə düşür, zərər çəkmiş şəxs Elvin Əliyevə və digər şəxsləri təhqir edir və Elvin Əliyev də əlindəki bıçaqla ona təsərrüf edir. Yaxşı, onda Mehdi Məmmədov qeyd etdiyi kimi, zərər çəkmiş şəxsin əlindəki bıçaqdır. Mehdi Məmmədov bıçağı nə vaxt o şəxsin əlindən alır? Əgər zərər çəkmiş şəxsin əlində bıçaq var idisə, Elvin Əliyev ona bıçaq xəsarəti yetirəndə niyə bu şəxsdən birinə, elə həmçinin Elvin Əliyevə zərər çəkmiş şəxs necə oldu ki, hər hansı bir xəsarət, o bıçaqla xəsarət yetirə bilmir? İkincisi, Bəxtiyar Fərzəliyev bildirir ki, o evindən aşkar olunan bıçaq həqiqətən də olub, o bıçağı Mehdi Məmmədovun əlindən alıb, aparıb gizlədir. Onda sual olunur ki, bu bıçaq hardan edir, necə oldu? Heç özünün, Bəxtiyar Fərzəliyevin özünün xəbəri yoxdur ki, Mehdi Məmmədov indi belə izah verir ki, həmin bıçağı göz zərər çəkmiş şəxsin əlindən. Və bildirir ki, İbtidai istintaq dövründə həmin bıçağı ona görə göstərib ki, çünki ona bildiriblər ki, Mehdi Məmmədov artıq hər şeyi etiraf edir, biz bilirik, belə bir bıçaq var. Hadisə yerində yoxlanmasından görülür ki, Mehdi Məmmədov bildirir ki, o istifadə etdiyi bıçağı hadisə yerində görməçi yapır. Yəni, o İbtidai istintaq dövründə heç vaxt bildirməyib ki, mənim əlimdə bıçaq var idi, Bəxtiyar Fərzəliyev həmin bıçağı götürüb, aparıb hadisi gizlədir. Belə bir ifadə yoxdur. Yəni, İbtidai istintaq orqanı bu barədə məlumatı ola bilməz. Olsaydı belə, onun üçün nə fərqi var idi? Elə Mehdi Məmmədovun özü ilə birlikdə, çünki həmin evdə Mehdi Məmmədov yaşayıb, birlikdə Mehdi Məmmədovla Fərzəli Bəxtiyar Məmmədovlar həmin qaydaları rəsmiləşdirirlər. Yəni, bunlar hamısı göstərir ki, hətta burada onların verdikləri özlərinin müdafiə xarakter ifadələri də bir-biri ilə uzlaşmır və ziddiyyətdir. Onların təsdiqlənən şəxslərin tərəfmiş olduqları cinayət əməlləri tam təsdiqini tapır və onlar qeyd olunan ittiham üzrə təqsirli bilinərək cəzalandırılır. Qeyd olunanlara əsasən Hörmətli Məhkəmə Qərargahı təklif edirəm. Sevgi və qızı Cinayət Məcəlləsinin 32.3, 32.3, 120.2, 120.2.5-ci maddələri ilə təqsirli bilinərək ona 18 il müddəti azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sevgi və qızı cəzasını ciddi cəzaçəkmə müəssisəsinin müsəmməsi müəyyən edilsin. Məmmədov Mehdi Mehmanoğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5-ci maddələri ilə təqsirli bilinərək ona 19 il 6 ay müddət azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Fərzəliyev Bəxtiyar Davudoğlu və Əliyev Elvin Elşanoğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5-ci maddələri ilə təqsirli bilinərək hər birindən 19 il müddət azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sadəcə olaraq bu məsələni soruşuruq. Biz bunu soruşmalıyıq da, qanun tələbidir, protokola yazılır və məhkəmə yekun qərar qəbul edərkən sizin fikrinizi nəzərə alır, hüquqi varis olduğunuza görə, aydındır. Ona görə soruşuruq ki, burada 4 nəfər təqsirləndirilən şəxsdir. Onlardan şikayətsizsiz yoxsa yox? Əgər işlər axarında gedirsə, mən nədən şikayət edəmirəm? Cinayət bəlli, statikalar bəlli. Başa düşürəm, diqqətlə qulaq asın sualı. Mən bir də sizə deyirəm. Sizin fikriniz, sizin oğlunuz rəhmət edir, düzdür? Allah rəhmət edir. Siz də hüquqi varisi kimi, yəni onun nümayəndəsi kimi tanınırsınız da. Ona görə siz fikrinizi bildirməlisiniz. Ya deməlisiniz şikayətçiyəm, ya deməlisiniz mənim şikayətçi deyiləm, bir də hadisədir, olub. Həyatdır. Yəni onlardan söhbət gedir. Həmin şəxsləri barışırsınız, barışmırsınız, onları bağışlayırsınız, bağışlamırsınız. Balamı girmiş də bıçaq vurublar, mən necə barışmalıyım? Mən onu soruşurum. Siz varsınız, siz olan yerdə mən danışım ki. Başqa deyərsək, bu hüquqi tərəfdir. Sizin mövqeyiniz olmalıdır da, siz mövqeyinizi bildirməlisiniz. Barışmamısınız ki o şəxslərlə? Döyüşdə barışmısınız. Aydındır. Əvvəla iddiamçı Sabunçu rayon prokurorunun müstəntiqi, İkinci dərəcəli hüquqşünas Tural Mürsəlov və həmin iddam aktını təsdiq edən Sabunçu rayon prokuroru İbrahim Müəllim Ləmbəranski, müdafiəm altında olan Seyid Vəzdə Oqtay qızının heç bir mötəbər sübutlar olmadan, həddindən artıq ağır maddələrlə iddam edərək, ona qarşı verilən iddam aktını təsdiq edərək məhkəməyə vermişdilər. İstintaq tərəfindən Əzizə Seyidovanı və Mehdi Məmmədovun 19.03.23-cü il tarixdə mobil telefonu cihazına baxış keçirilməsi haqqında protokolda qeyd edilir ki, yəni onların hər ikisinin telefonuna baxış keçirilib
Və həmin protokolda istintaqçı tərəfindən qeyd edilir ki, WhatsApp proqramının olduğu, lakin proqramın aktiv halda olmadığı görünür. Mobil telefonda Instagram proqramı vardır. Daxil olduqda iş üçün hər hansı əhəmiyyətli hal müəyyən edilmədi. İlk olaraq nə dərəcədə inandırıcıdır ki, yəni bu adam hər hansısa bir pulun müqabilində gedib xüsusilə ağır bir cinayəti görmür. İlk öncə təzad buradan başlayır. Yəni adamın ailəsi, normal qazancı, normal günləri əlinin əməyi ilə evinə çörək pulu gətirən bir adam hansısa nisiyə bir evin satılıb bölünəcəyinə arxayın olur, gedir xüsusilə ağır cinayət edir. Bu nə dərəcədə doğrudur? İttiham öz-özlüyündə bunu bir düşünsün. Bütün bu yaşananlar mənim həyatımı ömür boyu silinməyəcək izlər bıraxdı. Saxlanıldığım zaman heç bir şeyi anlamadan Sabunçu rayonunun Vardaran Məşdara 14 saylı polis bölməsinə gətirildi. Orada dindirildiyim zaman ağır fiziki şiddətə məruz qaldım. Bu və digər qeyd edəcəyim halları nəzərə alaraq onu deyə bilərəm ki, ibtidai istintaq orqanı zərər çəkmiş tərəfin maraqlarına uyğun olaraq hərəkət etmişdir. Mən törətdiyim cinayəti boynuma aldım. Mən heç vaxt bilməmişəm ki, mən eləməmişəm. Bəli, mən onu qoymuşam. Əlimdən qoymuşam, üç sənə qoymuşam. Amma söyüb qoymuşam. Bunu həmişə də qeyd edirəm ki, həm söyübdə görə qoymuşam. O mənə söyməsəydi, mən onu qurmazdım. Çünki kimsə ki, mənim onunla düşmənçəliyim, o günə də ki, onu tanımamışam. Ömrümdə bir dəfə məşqlərə getmişəm. O da hadisə olan gün getmişəm. Mənim də evladım var. Himayəmdə az yaşlı evladım var. Mərhumun da evladı var. Yəni, mən Allah-u mənə yaratmış, mən kimi söyləyəm. Yaradan da Allah'ı öldürən də. Mən heç kimi öldürməmişəm, mən o ağır zərdə öldürməmişəm. Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Mehdi Məmmədovun, Bəxtiyar Fərzəliyevin və Elvin Əliyevin əməlləri Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.4-cü və 120.2.5-ci qrup halında xüsusi amansızlıqla və sifarişlə qəsdən adam öldürmə, Əzizə Seyidovanın əməli isə Cinayət Məcəlləsinin 32.3, 120.2.1-ci, 2.4-cü və 2.5-ci qrup halında xüsusi amansızlıqla və sifarişlə qəsdən adam öldürmə cinayətini təşkil etmə maddələri ilə düzgün tövsif edilib. Odur ki, onlara həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin olunmalıdır. 2026-cı il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev 17 il 6 ay, Əzizə Seyidova 17 il müddətinə azadlıqdan məhrum olunublar.